İran prezidenti Məsud Pezeşkiyan televiziya vasitəsilə xalqa müraciətində mühüm mesajlar verdi. Prezident ölkənin gələcəyi üçün atılacaq addımları vurğulayaraq xalqın səsini dinləməyə hazır olduqlarını və iqtisadi islahatları davam etdirməkdə qətiyyətli olduqlarını, Pezeşkiyan İran xalqını öz tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa çağırdı. O eyni zamanda etirazların əsas səbəblərini təhrif etmək istəyən ixtişaş qızdırıcılarına imkan verilməməsinin vacibliyini xüsusilə qeyd etdi. Bu çağırış həm xalqla dialoqun gücləndirilməsi, həm də ölkədəki mövcud vəziyyətin sağlam şəkildə idarə olunması niyyətini əks etdirir. Prezidentin bu bəyanatı İranın siyasi səhnəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirə bilər. Access TV1 kanalının rəhbərliyi və bütün əməkdaşları olaraq qonşu ölkədəki gərginliyin tezliklə sona çatacağına dair inamımızı ifadə etmək istəyirik. Bu çətin dövrdə hər kəsə səbir və təmkinini arzulayır, gərginliyin tez bir zamanda sona çatacağına dair inamımızı bir daha vurğulayırıq.